Bəli, Nasıl dediniz müəllim? bəli. Deyirəm, həftənin günlərini artıracağam 10 gün sonra. Deməli belə. Müəllim 10 gün sonra 10 gün artırarsınız da. Yaxşı, başım gözüm üstə. Ay. Zarafatla demişler. Müəllim ciddiyə aldı amma. Deməli belə. Uşaqlar, qonşuların cəmi neçə olur? Qonşular, ay qonşular. 180. 180 dərəcə. İndi bizim burada alfamızın qiyməti 3 bettadır. Gətirib burada yerinə yazırıq. Olur 3 betta üstə gəl betta bərabərdir 180 dərəcəyə. Bu da olur 4 betta bərabərdir 180 dərəcəyə. Hər tərəfi də 4-ə bölsəm bettanın qiymətini buradan 45 dərəcə tapacağam. Uşaqlar, yəni biri 45-dirsə, o birini tapmaq üçün də 180-dən çıxarsınız 45-i, alınacaq deməli 135. Bizdən 135 deyib 130 yazıram. Nəysə, deməli bizdən soruşur alfa çıx bettanı. Yəni 135-dən 45-ə çıxanda 90 qalır və bu da cavabdır. Başa düşürük. Zərrin, Aylin, Aydan sizlər də diqqətlə iştirak edin. Kənan səsini aç, kameranı aç. Kənan kameranı aç. Hadi Kənan, kameranı aç. Kənan bəy, sizi gözləyirəm. Kameranızı açın. Kənan burada deyilsə, bu dəqiqə mamana zəng eləyəcəm. Yaxşı, gözləmədən Kənanın mamasına zəng eləyim. Görüm, hardadır Kənan? Kənan, buradasan yoxsa yox? Bəli. Hardasan? Bayaqdan səni çağırıram axı. Hə, Başa düşdün bunu yoxsa yox? yo ben bunu düz yazmışdım ben. Hə, yaxşı. Amma elə bir burada deyildin, nəysə. Deməli belə. Uşaqlar, şuaların sayı hansı düsturla hesablanır? 2. 2 düsturu ilə hesablanır. İndi bizim enimiz burada nədir bilmirik. Amma opşilikdə şuaların sayını 10 verib. Şualar nəyi 2-yə vuranda 10 eləyir ki? 5'i. Əla. Sonra burada emimiz nədir bilmirik. Amma 2-yə vuranda şuaların sayı 20 alınıb. Onda emimiz nədir? 10. K'mız bilmirik nədir. Amma şuaların sayı burada 4 verilib. Nəyi 2-yə vuranda 4 eləyir ki? 2. 2. Uşaqlar, sizə deyir ki, en üstə gəl M, çıx K'nı tap. Yəni 5 üstə 10 gəlirsiniz. Bundan da 2-ni çıxırsınız. Bu da 13 eləyir və xoşbəxt olursunuz. Başa düşdünüz? Ben bunu eləmişdim də. Hə, amma yəqin ki, uşaqlar başa düşməyib deyə veriblər bir də. Olsun, canları salamat olsun. Nə deyək daha. Deməli belə, uşaqlar, gəlin baxaq 67 nömrəli suala. İndi bizə şərtdə deyir ki, barqrafda bucaqların növləri verilib. Aşağı bu sualdır. Bettanı sizə 90 dərəcə verib. Qammanı isə sizə. Deməli, 180-dən biraz balaca verib. Görürsünüz, 180-dən biraz balacadır. Neçə olduğunu bilmirsiniz. Amma bettanın dəqiq 90 dərəcə olduğunu bilirsiniz. Gözdən görünür də, betta 90 dərəcədir. Burada yerinə 90 qoysam, Yəqin olar 170'dir. ay sağ ol. Fi bərabərdir 310 dərəcəyə. Buradan alfa üstə gəl fi bərabərdir 310-dan 90-ı çıxanda 220 qalırdı, elə deyilmi? 220. İndi bizə deyir ki, bunun ən kiçik tam qiymətini tapın. Uşaqlar, bunun ən balaca qiymət alması üçün, yəni bu finin ən balaca qiymət alması üçün sən 220-ni, fini tapmaq üçün normalda 220-dən alfanı çıxmalısan da. Alfa maksimum olmalıdır. Yəni alfa burada da görünür ki, iti bucaqdır da, elə deyilmi? Çünki 90-dan balacadır. 90-dan balaca ən böyük ədəd neçədir uşaqlar? 89. 89. 220-dən də 89-u çıxsaz nə qalır uşaqlar? 131 dərəcə. Üstüdə cavab 131-dir. Belə suallar düşür ha buraxılışa. Onu deyim sizə. Sileyim bunu. Gedək davamına. Diqqətli olun. Mən dibinə yanaşırsınız da. Deməli belə. 68 nömrəli sual. Səyyarə Cim, sənin sualın olmalıdır. Səyyarə, sənə AC-nin CD-dən Mənim sualım deyil. elə, tamam onda kimindirsə qulaq assın. Uşaqlar, AC-nin
Tamam Nərmin. CD-dən 3 dəfə uzun olduğunu verib. Yəni sən CD-yə x desən, AC onun 3 qatıdır. Bax qızım, bura x-dırsa, AC bütövlükdə 3x-dir. Yəni toplam bu 4x oldu da, belə çıxır ki, ümumi parça. Deməli Nərmin, sənə B nöqtəsi orta nöqtə kimi verilib şərtdə. Onda 4-ü 2-yə bölsən 2x, 2x. Yəni bura 2x-dir. Buradan bura qədər də 2x-dir. Yəni x, yəni 2x. Yaxşı. Nərmin, başa düşə bilirsən? Bəli. Bax, bir də deyirəm. Uşaqlar, baxın, qulaq asın. Şərtdə sizə verib ki, deyir ki, AC CD-dən 3 dəfə böyüdür. Yəni bu x-dırsa, bu 3x-dir. B-də orta nöqtədir. B orta nöqtədirsə toplam 4x olduğuna görə 2x, 2x, 2 hissəyə bölünür. İndi buranın ümumi uzunluğu 2x-dırsa, bura x-dırsa, burada x-dir ki, toplam 2x eləsin də. Bizdən də BC x-dir. AD-ya nisbətini soruşur. AD da bütöv 4x-dir. X-i 4x-ə böləndə 1/4 qalır da. Başa düşürsünüz? Aydındır? Bəli. Bəli. Sildim bunu. Deməli belə. Gəlin davam eləyək. Uşaqlar, indi yuxarı hissədə. Deməli, baxırıq nəyə? 59 nömrəli suala. Qulaq asın, mən izah eləyirəm. 59-da BM-i tənbölən kimi verib. Yəni bu tənböləndir. Bu tənböləndir. Deməli belə, ümumi CBK 30 dərəcədir. CBK 30 dərəcədir. Yaxşı. KBN 50 dərəcədir. Yaxşı. 50, 30 topladıq, 100 elədi. Deməli 80 elədi. 180-dən də 80 çıxanda 100 qalır. Bu hissədə də tənbölən var deyə o 100 yarıya bölünür. 50-50. 2 hissədən ibarət olur. Bizdən ABM-i soruşur. ABM-i soruşur. Yəni buranı soruşur. 50 dərəcə. Başa düşdük? Aydındır bizə? Bəli. Tamam. Bunu silirəm. Deməli belə. İndi buradan 58-ə baxaq. Bu səhifədən sonuncu sualdır. Uşaqlar, FOD bucağı 60 dərəcə verilib. Onda avtomatik qarşılıqlı bucaqlar bərabərdir də. COY də 60-dır. Onda COY 60-dırsa, 60-dan nə çıxanda 10 qalır? Bizim DOB-miz nədir? 50. 50. Deməli, DOB-miz də 50-dir. Uşaqlar, bura 50-dirsə, deməli, bizdən də AOF-ni soruşur da, AOF-ni. Buranı tapmaq üçün. Toplam bu açıq bucaqda axı. 50 ilə 60-ı topladım 110. 180-dən də 110 çıxdım 70. Bura 70-dir. Başa düşdük? Bəli. Deməli belə. Bunu silirəm. Deməli belə. İndi gəlib baxaq burada 62 nömrəli suala. 62 nömrəli sualda bizə deyir uzunluğu A santimetr olan bir dənə parça var. Görək kimdir gəlin. Tamam Məmməd dərsmə işıqlarımız sönmüşdü. İndi açıldı ona görə. Yaxşı qızım, suallara baxırıq, səhvlərə baxırıq. Uşaqlar qrupda qeyd edib səhvlərini. Sən də bax bir əlavən varsa ver. Plusdakı dərsin bu əvvəllik video qeyd olunub izləyərsən. Tamam mı? Oldu ana. Tamam. Bizə deyir uzunluğu A santimetr olan parça 4 bərabər hissəyə bölünüb. Uşaqlar, 4 dənə bərabər hissəyə bölünüb. Yəni A-da deməli 4də 1 A, 4də 1 A, 4də 1 A, 4də 1 A. Yəni 4 bərabər hissəyə bölünüb. Deyir birinci və üçüncü hissələrin ortaları arasındakı məsafəni tap. Uşaqlar, birincinin ortası. Bu da üçüncünün ortası. Aradakı məsafəni soruşur. Uşaqlar, 4də 1-in yarısı ilə buradakı 4də 1-in yarısını toplayanda yenə 4də 1 eləyir. Ortada da bir dənə 4də 1 var. Toplayanda eləyir 4də 2.
Bu da 2 ilə ixtisar getsə 2-də 1 qalır. Syo. Silim bunu. Bəli, bəli. Düşdü. Silim. Bəli. Tamam, getdik. Deməli belə. Uşaqlar, indi gəlin davam eləyək. Deməli, 73 nömrəli sual. 73 nömrəli sualda bir dənə qayda var idi. Bu çöldə duran içəridəkilərin nəyinə bərabərdir uşaqlar? Cəminə. Cəminə bərabərdir. Yəni bizim x-imiz bərabərdir alfa üstə gəl, beta üstə gəl, fiyə. Bunu qoyduq kənara. İndi bizə verdiyi hissəni tərəf-tərəfə toplayırıq Nərmin. Tərəf-tərəfə toplayırıq. 3 dənə x var. Toplayanda 3x eləyir. Mənfi a, mənfi b, mənfi fi. Toplayanda mənfini ortaq vuruq kimi mötərizə xərcinə çıxardarsan, alfa, beta, fi'nin cəmi qalar. 120, 110, 100. Toplayanda eləyir 330. Uşaqlar, indi fikir verin burada. Baxın bu hissəyə. Bunu gətirib burada yerinə yazsaq, olur misalımız 3x çıxılsın x bərabərdir 330-a. Bu da eləyir 2x bərabərdir 330-a. X də bərabərdir 165-ə. Başa düşürükmü? Aydındırmı bizə? Baxın, imtahan sualıdır. Bunu bir dənə köçürdün. Hasan yazmışdınız. Bunun cəmi çöldəkinə bərabərdir. Hə. Elə bildim oradakindən elə götürücü. Qaydadan bilmədim. Hə, yox, qaydadır. Keçən dəfə qeyd eləmişik. Bunu silirəm. Bunu silirəm. Deməli belə. Gəlin baxaq. İndi davam eləyək. Uşaqlar 74, 76, 75. Çox asan sualdır. Tənbölən qaydasıdır da. Tənbölən bucaqları nə edirdi? Bir-birinə bərabər. Bəli. Yəni 3x üstə gəl 7-miz bərabərdir 32 çıxılsın 2x-a. İndiyə Esmira, mənfi 2x-i soldan sağa keçirdəndə qızım toplanacaq. 7 isə müsbətdə axı sağdan sola keçirdəndə çıxılacaq. Bu da olur 5x bərabərdir 25-ə, x də bərabərdir 5-ə. Bizim x-imiz 5-dir. Bizdən başqa şey soruşur axı. Bizdən AOB bucağını soruşur. Bütöv AOB-ni soruşur bizdən. Yəni biz bu AOB bucağını tapmaq üçün x-in yerinə qiymətini qoymalıyıq. Bu olur 3, 5-in 15, 15 üstə də 7 gələndə 22. Deməli, bura 22-dirsə, burada 22-dir. Toplam 44. Başa düşdükmü uşaqlar? Aydındırmı bizə? Bəli. Kim səhv yazmışdı 74, 75-i? Mən düz yazmışam. Tamam. Mən 74 düz, amma 75 hesab eləmişəm. Onda yəqin hesabda səhv eləmisən. Təzədən baxırsınız. Baxın görək. Baxın təzədən 75-ə. Məndə 74 ilə 75 düzdür. Müəllim, məndə də düzdür ikisi də. Tamam. Hə, tamam müəllim, keçə bilərik. Yaxşı. 75-də nə tapdıq uşaqlar? Deyin gəlsin. 114. 114. 114. 114. Yoxsa 103 dedi, yoxsa necə? 114 dedi də hamı. Deməli baxın, yenə tənböləndirsə, bunlar bir-birinə bərabərdir. Yəni 5x çıxılsın 23, bərabərdir 2x üstə gəl 25-ə. Deməli 2x-i Esmira soldan sağa keçirdəndə çıxılacaq. Mənfi 23-ü sağdan sola keçirdəndə plus olacaq. Yəni 48. Buradan da x-i 16 tapırıq. Gətirib yerinə qoysaq, 16-nı 2-yə vuranda 32, 32 üstə də 25 gələndə 57. Bura 57-dirsə, burada 57-dir. Ax, tənbölən bucaqları yarıya bölür. Ona görə 57, tamam. Bu da olur 114. Uşaqlar başa düşdü. Kənan, Nuran, aydındır bunlar bizə. Bəli. Tamam, gəlin davam eləyək. Deməli, uşaqlar, indi baxırıq yuxarıda. 76. Nuran, izah eləyə bilərsən 76-nı bizə? Bəli. 76-da deyir ki, bucaq qonşu olan iki bucağın cəmi 256
olarsa verilən bucağı tapın. Burada 2 bucağın cəmi 250 olur. 360-dan 250 çıxırıq. Bax, bucaq bu 110. olsa, Nuran. Bax, bucaq Bəli. bu olsa, deyir ki, bucağa qonşu 2 dənə bucaq. Yəni, məsəl üçün, bu alfaya qonşu budur, bir də budur. Bunlar özlüyündə qarşılıqlı bucaqlardır da. Qarşılıqlı bucaqlarda bərabər olur. 125. Yəni, Aysel 2x bərabərdir 250-yə, yəni qarşılıqlıdırsa bərabərdirlər axı. Toplamı 250-dir. Buradan da x-i 125 tapırıq. Yəni, bizim qonşu bucağımız 125-dir. Onda 180-dən də 125-ə çıxıb həmin bucağı tapa 55. bilərsən. Bu da bəli 55 eləyir. Başa düşdü uşaqlar? Nigar başa düşdün? Aydındır yoxsa yox? Bəli, aydındır. Tamam, gəlin davam eləyək. Deməli belə. İndi bunu silirəm. Gülay, aydındır sənə də qızım. Bəli, mənim. Tamamdır. Uşaqlar, indi 77. Ay Allah, 77 kimin sualıdır? Deyin gəlsin. Utanmayın, çəkinməyin. İnsan səhv eləyər. Amma əsas odur. Səhv. 2 ilə hesablanır da. Bəli, 2 ilə hesablanır da uşaqlar şuaların sayı. Neçə dənə nöqtə var burada? 2 dənə. 2-ni vurursan 2 eləyir 4. Başa düşdük? Aydındır bizə? Səyyərəciyim, aydındır da yəqin ki. Müəllim, düz yazmışam. Tamam, bunu silirəm. Deməli 78. 78. Səyyərə oxu sualın şərtini. Hı? Biri digərinin yarısına bərabər olan iki bucağın fərqi 33 dərəcə olarsa, bu bucaqların cəminin dərəcə ölçüsünü tapın. Da səhv yazmışam. Sən də səhv yazmısan. Deyir, biri digərinin yarısına kim izah eləyər? Hasan, izah eləyə bilərsən? Hı? Müəllimə başa düşməmişdim mən bunu. Eləyim müəllimə. Kim izah eləmək istəyir? Nigar, buyur izah elə. Biri digərinin yarısına bərabər olan iki bucağın fərqi 33 dərəcəsi bu bucaqların cəminin dərəcə ölçüsünü tapın. Biri digərinin yarısına bərabər olan, demək, biri digərinin belə Müəllimə, biri digərinin yarısına bərabər olan iki bucağın fərqi 33 olarsa, biri müxtəlif ədəd, məsələn 90, onun yarısı 45 kimi. X-in yarısı da, yəni deyim də 2x-in yarısı x. Deməli, Onlar- ay, sağ ol, tamamilə doğrudur. Uşaqlar, sizə deyir ki, biri digərinin yarısına bərabərdir. Yəni, biri x-dırsa, biri 2x-dır da. Deməli, bir dəqiqə. Bunların bizə nəyini verib? Deməli, fərqini verib 33. Onda belə çıxır ki, 2x çıxılsın x bərabərdir 33-ə. X ilə 33 tapırıq. Yəni, biri 33-dür, biri 33-dür. Biri də onun 2 qatı, yəni 66-dır. Bizə bu bucaqların cəmini soruşur. 33 ilə 66-nı toplayanda 99. Uşaqlar, başa düşdük? Səyyarət çatdı sənə də. Zərrin başa düşə bilirik qızım. Zərrin, Aylin başa düşürsünüz siz də uşaqlar. Mən. Tamam. Esmiram, aydındır qızım. Bəli. Tamam. Gəlin davam eləyək Kənan. Deməli belə. Uşaqlar, bu nə işarəsidir? Bu nə işarəsidir? Nuran, deyil? Perpendikulyar. Perpendikulyar. Nuran, perpendikulyar bucaqların qaydası nədir? Perpendikulyar bucaqların qaydası bir-birinə Ya bərabər. bir-birinə bərabər olur, ya da cəmi 180 dərəcə. Bu cəmi 180 olsaydı cəmini 60 verməzdi da. Deməli bir-birinə bərabərdir. Onda deməli alfamız da 30-dur, betamız da 30-dur. Onda gətirib yerinə yazsaq, baxın burada. Alfamız 30-dur. Bu da 90 dərəcə əlamətidir də. Burada 90 dərəcədir. 90 30 topladım 120. Onda x-in payına 60 qalır da. Çünki burada 3 bucağa belə gəlir axı. 3 bucağın daxili bucaqlarının cəmi 180 olur həmişə. Onda bizim x-imiz də 60 dərəcədir. X-imiz 60-dır. Bizdən də x çıx, betanı soruşur. 60-dan 30 çıxanda ilə 30 qalır yenə də cavabda. Uşaqlar başa düşdük? Aydındır? Bəli.
İndi baxın 82-ni özünüz yazın. Tez. Hadi bakalım 82-ni özünüz yazın. Uşaqlar ekran yaxşı görünür da, heç kimdə problem deyil ki. Gülay uşaqlar görürük də hamımız. Bəli, mən. Tamam. Bəli. Tapdım müəllim. 80 başa düşmədim yolda. Nəyi başa düşmədin Kənan? 81-i Yaxşı, 82-ni bir də izah eləyəndə qulaq asarsan, başa düşəcəksən. Müəllim, mən tapdım. Tapdım mən. Tamam. Tapdım. mən də tapdım. Deməli belə. Deyin cavabı. Deyin nədir 82-də cavab? 10. 10. 10. Gözəl. Aferin sizə. Tamamilə doğrudur. Kənan, eşidirsən mənim? Bəli, mən. Kənan, bax bu paralellik şərtidir. Perpendikulyarlıq şərtidir. Tərs t hərfi perpendikulyarlıq şərtidir. Və biz də dərsi keçəndə demişik, amma sən yox idin də onlarda. Bəs demişik ki, uyğun tərəfləri perpendikulyar olan bucaqlar ya bir-birinə bərabər olur, ya da camları 180 olur. Sən də görürsən ki, bu da iti bucaqdır, bu da iti bucaqdır. Onda deməli bir-birinə bərabərdir. O vaxt cəmləri 180 olar ki, biri iti olsun, biri kör da. Axı bunların ikisi də itidir. Onda bunların cəmi 100-dürsə, hərəsinin payına 50 düşür. 50-50 bölüşürlər. Alfanı bettanı tapdıq. İndi bizə bir dənə də x lazımdır da. X də görək hardadır? X də bax burada yaranan düz bucaqlı üç bucağın içindədir. Onda 50 üstəgəl x bərabərdir 90-a bərabər eləyir. Sol. Oradan da x-i tapırsan 40. X-imiz də 40. Sonra da alfadan x-i çıxır. Sol. 50 çıx 40 cavab eləyir 10. Anladın? Mən. Yaşın. Gəlin davam eləyək. Uşaqlar, indi 83 nömrə, bu 83-84. Kimin sualıdır 83-84? Mən keçən dərs biraz tez çıxdım deyə o suallara baxa bilmədim. Tamam. Gülay, sən izah eləyə bilərsən 83-ü? Mən 83-də 260-60-a bölmüşəm. Nə? 260-ı 60-a böldüm. 260 nə əlaqə? 200 yox mənim 200. Hə, 360-ı 60-a bölmüsən, düz eləmsən. 6 aldım, 20-ni də vurdum 6-ya 120. Düz eləmsən, quzusu. Uşaqlar, normalda 60 saniyədə bir kuruk vurur da, yəni 360 dərəcə fırlanır saatın saniyə əqrəbi. Bəs soruşur 20 saniyə nə qədər deməli fırlanacaq, neçə dərəcə? Quzu, 60-dan 20-yə getmək üçün 3-ə bölüblərsə, bunu da 3-ə böləcəksən, cavab eləyir 120. Anladın? Bəli. İndi eyni qədə 84-dədir. Esmira yazın uşaqlar, Zərrin yazın, Aylin. Baxın. Mən tapdım cavabı. Mən onu tapmışam. Əla. Digərləri də tapsın. Tapdım. Mən bayaq kursundan tapmışam yenə də cavabı. Aha. Tapdım müəllim. Əla. Deməli belə, deyin 84-də nədir cavab uşaqlar? 64. 64 60. 60. 60. 60. Hamı razıdır da elə deyilmi? Bəli. Razımayan var aranızda? Haqqın yolundan çıxmış. bilmədim. Kim? Esmira, sən tapanmadın? Bəli. Esmira, normalda bizim
60 dəqiqəyə bir kuruk vurur da 360 dərəcə. Elə deyil? Bəli. İndi səndən 10 dəqiqəni soruşur. Qızım, neçə dəfə azdır bu bundan? 6 dəfə. Onda bunu da 6 dəfə azını tapırsan 60 eləyir. Yaxşı? Bəli. Anladın? Всё. Bəli. Bunu silirəm, davam eləyək. Deməli belə. Bircə dəqiqə. İndi baxırıq hansı suala aşağıda. 87-88. Uşaqlar, bunlar buraxılışa düşür özü də 9-11 hər ikisinə. Baxın, biz bilirik ki, çarpaz bucaqlar bərabər olur paralellərdə. Paralellərdə şərt budur da, çarpaz bucaqlar bərabərdir. İndi mənə A bucağını 80 dərəcə verib, D bucağını isə ifadə şəklində verib. Yəni 6x çıx 4. Uşaqlar, çarpazlar bərabərdir axı. Yəni bura 80-dirsə normalda burada 80 olmalıdır. Yəni mən 6x çıxılsın 4-ü bərabər edirəm 80-ə. Buradan 6x bərabərdir 84, x də bərabərdir 14-ə. X-ə 14 tapdıq. Bir də bettamıza y verib, c-yə isə 30 verib. Axı çarpazlar bərabərdir. Yəni burada da y də belə çıxır ki 30-dur da. Bizdən də y çıx x-i soruşur. Yəni 30-dan 14-ü çıxırıq, cavab eləyir 16. Başa düşdük? Çatdı bizə? Bəli. Bəli, müəllim. Всё. Deməli belə. 87 ilə 88 mənim sualım idi. Bəli, indi 88-i yazırsınız. Hamı bir də təkrardan yazsın uşaqlar. Baxın suala. Baxın 88-ə. Bircə saniyə göz. Müəllim, mən 62 tapdım. 62. Hər kəs 62 tapdı. Uşaqlar 62. Bəli, müəllim. 62. Xeyr. Deməli belə. Əla. Hər kəs elə tapıb, tapmayan var aranızda. Dürüst olun, ha. Tapmamışam mən də. Uşaqlar, çarpaz bucaqlar bərabər olur. Gəlin verilənləri qeyd edək yenə də. Baxın, A-nı sizə x dəyərində verib, B-ni sizə 20 dərəcə verib. C-ni sizə 3y çıx 4 verib, D-ni isə 70 verib. Uşaqlar, baxın, bayaq da dedim, çarpaz bucaqlar bərabərdir. Yəni, x bərabərdir 70-ə, buradan da bu bərabərdir 20-yə. Yəni, 3y çıxılsın 4 bərabərdir 20-yə. 3y bərabərdir 24-ə, buradan da y bərabərdir 8-ə. X-imiz 70, y-imiz 8-dir. Bizdən də x çıx y, yəni 70 çıx 8-i soruşur. Cavab 62. Başa düşə bilirikmi? Nərmin çatdı yoxsa yox? Bəli. Çarpaz bucaqlar Bəli. bərabərdir. Gülay aydındır, Zərrin. Baxın. Bəli. Mən 70-ə bərabər eləmişəm. 20-yə eləməli. Diqqətli olun. 70. Çarpazlar bərabərdir. Çarpazlar unutmayın. Gəlin baxaq 89 nömrəli suala. Uşaqlar, uyğun tərəfləri, Hasan, perpendikulyar olan bucaqların qaydası nədir ki? Ya bir-birinə bərabər olmalı, bir səni yüksəkdən olmalıdır. Bir-birinə bərabər. Bəli, bəli, aferin sizə. İndi iki versiya var da. Mənə birini 94 veribsə, onda deməli digəri də 94-dür. Ya da cəmləri 180-dir desək, 180-dən 94-ü çıxsa, qalır 86. Yəni iki versiyamız var. Yəni ya bir-birinə bərabərdir, ya da cəmləri 180 dərəcədir. Yəni ya 94 ya 86-dır. İndi bizə ikincinin kör olduğunu deyir. Hansı kördür? Hansının gözü görmür? 86. 94 gördü. 94. Versən ha. 94 gördü, 86 itidir. Bəli. Nuran, 86-nın harası kördür soruşmaq eyb olmasın. Elə bildim 90-dan fazla deyil, çaşdım Diqqətli qaydan. ol ha Nuran. Gələcəyin ən qəşəng nəticələrini toplayanlardan biri də sənsən. Sənin sadəcə tələskənliyin var balaca. Diqqətli ol. Yaxşı? Təkmilləşdir özünü. Deməli belə. Uşaqlar 94-dür çünki körü soruşurdu. Deməli belə. Hə, 90 nömrəli sual. Buraxılış sualı. Oxusun bizə kim? Esmira. Esmira buyur. Uzunluğu 50 olan parça 3 müxtəlif hissəyə bölünüb, ortadakı parçanın uzunluğu 18 olarsa, kənar parçaların ortaları arasındakı məsafəni tapın. 3 dənə müxtəlif hissəyə bölüblər. Sadəcə deyir ki, ortadakı 18 santimetrdir. Uşaqlar, 50-dən 18 çıxsam,
Neçə Qalır qalır? 32. 32. Diqqətlər. Kənan olar, problemi yoxdur. Deməli belə, uşaqlar 50-dən 18-i çıxacam, qalacaq 32. Yəni kənarların payına ümumilikdə 32 qalır. Məndən də şərtdə kənarların ortaları, yəni 32-ni yarıya böləcəm ortasını tapmaq üçün. 32-ni yarıya böləndə 16 eləyir. Deməli, kənarların ortalarını böləndə 32-ni 2-yə böldüm 16. Ortada da bir dənə 18 var axı. Üstünə də 18-i gəlirəm, elədi 34. Uşaqlar başa düşdük. Bəli. İndi bunun 91 variantını özünüz yazırsınız. Ehtiyatlı olun. Görək eyni sualdır. Bəli, eyni sualdır. Yazın gəlirəm. Tez baxın görək. Uşaqlar gözləyirəm. 41. Səhv hesab olmuş. 41 Nuran. Səhv hesab olmuş müəllim. Tamam. Uşaqlar düzdür. 41. Bəli. Müəllim, Bəli, müəllim, düzdür. Müəllim, məndə səhvdir. Harası səhvdir? Necə tapdın ki, səyyarə? Mən bir tapdım. Səyyarə, necə tapdın? Deda, necə hesabladın? Mənim internetim getmişdi, ona görə qulaq asa bilmədim də. İndi qulaq as. Sənə deyir ortadakı 22 santimetrdir. Toplamın uzunluğu da 60-dır. 60-dan 22 çıxırıq. Çıxırsan, qalır neçə? 38. 38. 2-yə böldüyüm 9. Bəli. Sənə indi deyir ki, kənar parçaların ortaları arasında məsafəni tap. Bax quzu, bununla bunun cəmi 38-dir. Sadəcə bunun ortası dediyinə görə 38-i yarıya bölərsən 19. 22 sonra 19 ortada gəlir. bir dənə 22 var. 19 ilə 22-ni toplayarsan 41 buradan əmələ gəlir. Anladın? Səyyərəm. Tamam. Qorxma, çəkinmə. Bilməmək eyib deyil. Sadəcə səhvinin harda olduğunu biz bilməliyik. Gəlin davam edək. İndi 92 nömrəli sual. Bizə bunu kim izah eləyər 92-ni? Kim izah eləyər görəsən? Siz müəllim. Yazan yoxdur 92-ni. Xeyr müəllim. Yaxşı, birini mən izah edirəm, birini siz yazın. Deyir ki, açıq bucağın təpəsindən 3 dənə şüa çıxar. 1, 2, 3. Onda bircə dəqiqə. Açıq bucağın da qanadlarını nəzərə alsaq, burada 5 dənə şüa əmələ gəldi, elə deyilmi? 3 dənə çıxardırsan, açıq bucağın özündə də 2 dənə var axı şüa. Onda belə 5 dənə eləyir. Bizdə bucaqların sayını soruşur. Bucaqların düsturu da n vurulsun, n çıxılsın. En çıxırsın 1, bölünsün 2. Bunu da Onda eləyir 5 vurulsun 4 bölünsün 2. Yəni 10. 10. Əslində cavab 10 olmalıdır. Sadəcə şərtdə bizə 180-dən balaca deyir. Yəni bizim 10 dənə bucağımız var. Bu bucaqlardan biri Biri də tamdır. açıq bucaqdır axı. Yəni 180 dərəcəli bucaqdır. Yəni onu çıxmaq lazımdır. Çünki şərtdə 180-dən balaca olsun. 9 bucaq Ona eləyir. görə 9 dənədir. Anladınız? Hasan başa Bəli. düşdünüz uşaqlar? Müəllim. Tamam. Bəli. İndi 93 nömrəli sual. Bunu silirəm, özünüz yazın Esmira. Baxın 93. Yazdım. Buyurun. Gözləyirəm sizi. Yazdım müəllim. Əla. Digərləri də yazsın. Gözləyirəm. Yazsın müəllim. Qəşəng. Yazdım. Müəllim, mən Yazdım. Yazdım müəllim. Deyin cavabı. Yaxşı. 14. 14. 14. 14. Nərmin. Müəllim, mən hələ hesablayıram. Yaxşı. Müəllim, bir də izahını yaza bilərsiniz yazımda buraya. Bayaqkının. Bəli, müəllim. Tamam, buyur. Yaxşı müəllim. Tamam. Nərmin. Neçə dənə şüa çıxart deyir? Müəllim 4.
4 dənə. Açıq bucağın özündə də 2 dənə var. Toplam şüaların sayı 6 dənə eləyir. Elə deyilmi? Bəli. İndi şüalarda əsasən bucaqların düsturu bilirsən ki, n vurulsun, n çıxılsın, 1 bölünsün 2-dir. Yəni sən deyirsən 6 vurulsun 5 bölünsün 2. Yəni 15. Sadəcə bundan bir dənə 1 çıxmaq lazımdır da. Bildiyi qızım. Bəli. Tamam. 94 nömrəli sual. Gəlin davam edək uşaqlar. Kənan, sənin sualındır. Kənan, bura 90 dərəcədir toplam. Çünki şərtdə özü verib də perpendikulyar. Perpendikulyar 90 deməkdir. Yəni 3 alfa bərabərdirsə 90-a, alfanı buradan 30 tapırsan. 30. Gətirib yerinə yazsan. Bura 30 dərəcədirsə, bura da 30 dərəcədir. Bu 30 itidir, bu x kördür. Onda 2 ilə körün cəmi 180 olur. 150. Bu da eləyir 150. Bildik? Bəli. Tamam, gəlin davam edək. Deməli uşaqlar, indi bir dənə bunu tapın, 100 nömrəli sualı. 100-ə baxın, bayaq baxdığı bunlardan. Yazın özünüz 100 və 101-i. Yazın indi, gözləyirəm sizi. Demək olar əksəriyyət səhv yazmışdı. 100. Mənə 100. Hər ehtimal Səsi bağlayın. Deməli, səs yansıma verir Gülay, qızım, qulaq asın. Ümumi 120 santimetrlik parçadır. Deyir, 3 dənə bərabər hissəyə böl. Deməli, 40, 40, 40. Nuran deyir ki, başlanğıc nöqtəyi ilə sonuncu hissənin ortası. Sonuncunun ortası 20-yə bölünür, 20-20. Onda bəli, toplayanda bunları 100 eləyir. Doğru tapmısınız. 101-də nədir uşaqlarca? 150. 150. Gəlin 102-ni mən izah eləyim sizə. Deməli uşaqlar, sizə deyir ki, AB parçasının üzərində Kənan sənin sualın olmalıdır. Bir dənə C nöqtəsi var. Xeyr, mən deyil. Mən 100-ə kimi yazdım. Mənimdir. Tamam, Nərgiz qızım. AB-nin üzərində bir dənə C nöqtəsi var quzu. Deyir ki, biri digərinin 26%-dir. Yəni sən birinə x desən, biri də 0,26x olacaq qızım. Sənə fərqini 74 verib. Yəni x çıxılsın 0,26x bərabərdir 74-ə. Quzusu, elə bir manatdan 26 qəpik çıxanda 74 qəpik qalır da. 0,74x bərabərdir 74-ə. Hər tərəfi x-in əmsalını X-i 100 eləyir. Bəli, bu da eləyəcək 100. 74-ü 0,74-ə 100-dən sonra 74 çıxırıq ha. Nə? 100-dən 74 çıxmırıq sonra. 100-dən 74-ü niyə çıxaq ki? Biz x-i 100 tapmışıq. Bura 100-dür. Burada 100-ü 26-ya vuranda 26-dır. Toplam 126. Biz x-i 100 tapmışıq. Gətirib yerinə yazsaq, AC-miz 100-dür. CB-miz də onun 26%-dir da, yəni 26-dır. 100 üstə 26, toplam 126. Anladın? Hə, bildim. Mən 100-dən 74 çıxıb yazdım 26. Sonra cəmini yazdım 126. Səhv eləmirsən, diqqətli ol. Kənan, yuxarıda bir sual sənin idi. Deməli, baxın 95-ə. 95-i tez tapın. Gözləyirəm sizi. Tapdım. Tapdım mən. Aha. Tapdım. Mən də tapdım. Ha, bu da 94 kimidir. Bəli. Elə ona görə verdim. Deyin cavabı. 120. 120. 20. Hə. 120. Düzdür. Deməli uşaqlar baxın, Esmira, niyə 120-dir? Toplam perpendikulyardırsa 3 alfa bərabərdir 90-a. Alfanı buradan 30 tapırsan. Gətirib yerinə yazsan. 30-u da 2-yə vururuq. Bəli, 60 eləyir. Bura 60-dırsa, bura 120-dir. Bəli. Bura 120-dirsə kör bucaqdır, bu da kör bucaqdır. Burada 120-dir. Anladın? Bəli. Devam eləyək.
Bunu silirəm. 96. Uşaqlar, deyir ki, qarşılıqlı bucaqların cəmi 100-dür. Onda bunların hərəsinin payına nə düşür ki? 50. 50. Qarşılıqlıdırsa bir-birinə bərabərdir Gülay. 50-50. Bunun da payına 50 düşür, bunun da payına 50 düşür. Bir dənə gözlüyüm, bunu adapterizə yana qoyum. Bir saniyə. Hə, vəsiyo. Uşaqlar, indi baxın, məsələ nədən ibarətdir? Hər ikisi 50 dərəcədir. Hər ikisi 50 dərəcədir. Və onda 50-ni 5-də 1-ə vurup, o biri 50-ni 4-də 3-ə vururuq. Ay, sağ ol. Hər ikisini 50-yə vurursan, hesablayırsan. Birinci 10 eləyir, ikinci də 24. Eləyir, üstə gəl. Birinci yox. Elə bilin ki, bunu sürətə vursam eləyir 150. 150-ni 4-ə böl. 150-ni də 4-ə böləndə, desən tamlı alınır. 37 onla 5. 3 qoyaq. 37 tam onda 5 elə, Esmira. Toplamda Bəli. 47 tam onda 5 eləyir, tamam mı? Bəli. Всё. Silin bunu. Gülay başa düşdün? Mələk başa düşdün? Mələk buradasan, başa düşdün yoxsa yox? Mən başa düşdüm amma. Tamam. Sınağınızı, növbəti sınağınıza salacağım. Ha, xəbəriniz olsun. Deməli belə. Uşaqlar, 97 nömrəli sual çox sadə bir sualdır. Bəs deyir ki, düz xəttlərin sayı 2-dirsə, şua neçə olacaq? Uşaqlar, şua necə hesablanırdı ki? 4. Ay sağ olun. Olacaq 2 bərabər 4. Ay sağ olun. İndi 14 düz xəttlər- eləyir bu da zaten. M-də 10 eləyir. Səbəb nədir? Bir dənə qulaq asın. Bilməyənlər də öyrənsin. Bir dənə qulaq asın. Uşaqlar, zərrin, aylin, indi şuaların sayının düsturu var. 2 vurun. Yəni sənə əgər düz xəttə 2 verirsə, şua bunun 2 qatı 4 olur. Düz xəttə 5 verirsə, şua onun 2 qatı, yəni 10 olur. Biri 4-dür, biri də 10-dur. Cəmin soruşur 14. Yazın bircə saniyə. Müəllim bilmir, kompüteri qoysun zaryadkaya, planşeti qoysun, telefonu qoysun, qələmin qoysun, hansını qoyum? Evdə rezil. Kompüteri müəllim. Deməli belə. Ən yaxşı öncə qoy zəriyyət Ya özümü dünən qoymuşdum zaryadkaya. Deməli belə, dünən dərs yox idi da heç kimə. Deməli belə, uşaqlar, indi bunu silirəm, gəlin davam edək. Bir ayın içərisində 2-3 dənə adapteri yandırmışam da, sözün həqiqi mənasında. Bir dənə adapteri bütün şəbəkələri salıram deyə, ona görə hamısını yandırmışam. Mikrob keçir, infeksiya. Bəli, infeksiya keçirdir. İndi 99. Ən vacib suallardan biridir. Kritik məsələdir. Diqqət. Kriminal. Bəli. Hamı diqqətlə mənə qulaq assın. Paralellik varsa çarpazlar bərabərdir. Unutmayın. Şərtdə verib paraleldir. Yəni çarpazlar bərabərdir. Uşaqlar, bir dənə qulaq asın. Bir dənə qulaq asın, sonra hər şey danışarsınız. Baxın, bu deyir ki, buna paraleldir. Onda bu da onları kəsən başqa bir düz xəttdir da. Rənglədiyim hissəyə baxın. Onda çarpazlar bərabərdir. Bura 70-dirsə, burada toplam 70 eləməlidir. Onda fi'nin payına nə qalır uşaqlar? Fi neçədir? 40. 40. Ay sağ, çünki 30-dursa o da 40 olmalıdır ki, cəm 70 eləsin. Aydındır bu. Nərmin başa düşdü. Bəli. Tamam, bunu silirəm. İndi Bak aşağı belki onda 30 olur da. Bəli, bəli. İndi o aşağı hissəni göstərirəm. Baxın, sizə deyir ki, bu. Buna paraleldir. Bu da onları kəsən başqa bir düz xəttdir. Onda burada da çarpazları bərabərdir. Onda alfa ilə bettanın cəmi 70-dir. Uşaqlar, alfa ilə bettanın da cəmi 70-dir. 70 də gəl 30. Bitdi. 40. 70 üstə gəl 40. Alfa ilə bettanın cəmi 70-dir. Hə. Fi'ni də 40 tapmışıq. Toplam 100. çatdı bizə. Bəli. Davam eləyək uşaqlar. Bəli. Kameralar. Bədduaya başlayım mən, yoxsa yox? Yaxşı. Aman hocam, aman öyle şeyler olmasın. Deməli belə. İndi baxın, buradan özünüz birinci 115-lə 116-ya. Bayaq bunlardan baxmışıq. Yəni bir zəhmət özünüz yazın.
115 ilə 116. Gözləyirəm. Sadəcə burada nisbət şəklində verib. Birinci 16.5. İzah edeyim necə? buyur. De gəlsin. Deməli, deyir uzunluğu 30 cm-dir və 3 hissəyə bölünüb 2x, 3x, 5x. Toplayırıq, eləyir 10x. 10x bərabər olur 30-a, x də bərabər olur burada 3-ə. Deməli, birinci parçanın uzunluğu 6, ikinci 9, üçüncü isə 15 olur. Bizdən də deyir ki, birinci parçanın sonu ilə, yəni 6 cm nəzərə almırıq. İkincidən başlayırıq. Yəni 9 cm üstünə gələcək. Üçüncü parçanın ortası. Yəni 15-in yarısı eləyir 7.5. 9 ilə 7.5-i topladığımız zaman cavabımız olur 16.5. Ay, sağ ol. Uşaqlar, parça 3 müxtəlif hissə. Mən də eləməmişəm. Əla. Bir də indi qulaq asın. Parça 3 müxtəlif hissəyə bölünüb 2, 3, 5 nisbətində. Bunun cəmini 30-a bərabər eləsəm nərmin. Buradan x-i 3 tapıram. Gətirib yerinə qoysam, deməli 2 üçün 6, 3 üçün 9, 5 üçün də 15. Yəni parçaların biri 6 cm, biri 9 cm, biri də 15 cm-dir. İndi məndən birincinin sonu buradır. Birincinin sonu ilə üçüncünün ortası. 15-i yarıya böləndə 7,5 eləyir. Deyir, aradakı məsafəni tap. Yəni, bu aradakı məsafəni tap. 9 ilə 7,5-i toplayanda, bəli, 16,5 eləyir. Uşaqlar, başa düşdük. Nərmin başa düşdük indi. Bəli. Hamıya aydındır da. Şok. Bəli. Bunu silirəm. 116 da eynisinidir. Nə tapmısınız 116-da? 24 tamam. 27.5. 27.1. 24 destin sən. Bəli. Nuranım, bax yenə toplamı hesabda səhv eləmisən. Bax yenə toplamı 9x eləyir. 9x bərabərdir 45-ə, x də bərabərdir buradan 5-ə. Gətirib yerinə yazsam biri 3x. Ayda müəllim, mən 7 kimi tapmışam x-i. Orada səhv hesabda səhv eləmisən. Amma bircə dəqiqə, hə, orada səhv eləmisən də toplamı 9 eləyir axı. Onda belə çıxır ki, biri 15-dir, biri 20-dir, biri də 10-dur da yerinə qoyanda. Onda gətirib yerinə qoysam. Bəli, elə olur. 20, 10. Bizə də deyir birincinin ortası 15-i yarıya böləndə 7 tamam. Amma 5 üstünə gələndə 27. İkincinin O da- sonu ise bu da 27,5 edir. Uşaqlar başa düşdük də elə. Çatdı da bizə. Zərrin, Bəli. Aylin, Aydan, uşaqlar siz də qulaq. Bəli, mənim yazmışam. Tamam. Bəli. Sizcəm, gəlin davam eləyək. Gəlin vaxt itirməyək. Son suallarınıza baxaq. Gələndə yeni dərs keçəcəyik çünki. İndi baxın burada 109 Mən nömrəli 3 bucaqlar. Necə? Bəli, bəli, 3 bucaqları keçəcək. Deməli belə. Hələ ev tapşırığı da oradan verəcəm. Sadəcə indi keçməmişik deyil. Mən yarısını çoxunu həll elədim burada. Yaxşı eləmisən. Deməli, seyərəciyim. Uyğun tərəfləri perpendikulyar olanların qaydası nədir? Yazdım. Ya bir-birlərinə bərabərdir, ya da cəmi 380-ə bərabərdir. Ay, sağ ol. İndi bizə nisbət şəklində verib deyə, belə çıxır ki, bir-birinə bərabər deyil də. Açıq-aydın biri 2x-dir, biri 3x-dir. Nərmin. Onda deməli bunların Buna 180-ə bərabər eləmək olar. Bəli, cəmi 180. 5x bərabərdir 180-ə, x də bərabərdir buradan 36. 36-ya. 36-ya. Götürüb yerinə qoysanız biri 2x-dir axı. 2-ni vurursunuz 36-ya eləyir. 3'ü 36 yapsın. 72, bir də 108. 3-ü vururuq 36-ya, bu da eləyir 108. Bizdən də balacan böyüyünü soruşur deyə 108-dir. Bəli. Yaxşı uşaqlar. Silin bunu. Bir Bəli. dəqiqə müəllimə yazım. Hə, yaxşı yaz. Sən Hasan səhv eləmişdin bunu. Düz idi deyirsən müəllim. Hə, tamam, yaxşı, yenə də yaz. Gəlin dəfə qaydaları ümumi sual cavab eləyəcəm sizdən. Tamam mı? Ona görə. Tamam. Mənim 109-da mən rəqəmləri qarışdırmışam. Yazdım müəllim. Yazmışam. Yaxşı. Nuran, səni mən fizika müəlliminə yönətmişdim. Bir üst xəttin kəsişməsindən alınan bucaqlardan biri o birinin 20 dərəcə kiçikdir. Bu bucaqlardan kiçiyini tapın. Yəni biri x-dirsə, biri x minus 20-dir da. Uşaqlar, biri digərindən 20 dərəcə balacadır. Biz də bilirik ki, kəsişən düz xətlərdə qonşu qarşılıqlı bucaqlar əmələ gəlir.
Cəmi Qarşılıqlı deyil. Çünki qarşılıqlı olsaydı bir-birinə bərabər olardı. Bu zaman biri digərindən 20 dərəcə balaca olmazdı. Onda deməli bunlar qonşudur ki, biri digərindən neçəsə dərəcə balacadır. Uşaqlar, bunların cəmi neçə dərəcə olmalıdır? 180 olmalı cəmi, fərqi də 20. Ay, sağ ol. Y-lər ixtisar gedir. 2x bərabərdir 200-ə. 160. X də bərabərdir 100 eləyir. 100-ə. Biri 100-dürsə, o biri də 80-dir da. Və bizdən 80-i soruşur, kiçiyi soruşur. Uşaqlar, bildik. Bəli. Tez 110-u tapın işıq sürətində. Tez. Eynidir deyəsən. Amma orada da böyüyünü sor. Böyünü çıxırdı da 100. 100. 100. Bəli. Gəlin davam eləyək. Son suallarımız qalıbdı. Uşaqlar, gəlin buradan 117-yə baxaq. 117. Bu düşüb özü də qəbula. 11-lərin qəbuluna. Gəlib sizin 9-ların buraxılışına salıblar ama. Deməli belə. Gəlin AOC-yə x deyək. Sual var idi mənim 9-larda. 9-larda normalda yox, imtahanda yox idi. Toplu olaraq 9-a salıblar. Hə. 11-lərin qəbuluna düşmüş sualdır. AOB-yə y deyək. BOC-yə də z deyək. Fikir verirsiniz, sizə x çıx y-i 36 verib. Sonra x çıx z-i də 48 verib. Mən sizdən soruşuram. Uşaqlar, x, y, z-in cəmi toplam neçə dərəcədir? Bunlar? 180. 360. 360. Tam bucaqdır. Nigar, Hasan, uşaqlar. Tam bucaq 360 dərəcə olmur. Çevrə əmələ gətirir də tam bu. 360 dərəcədir. Açıq bucaq deyil ki 180 olsun. Onda bu üçünü gəlin tərəf-tərəfə toplayaq. 3 dənə x var. Toplayanda 3x eləyir. Y üstə mənfi y gələndə 0. Z üstə mənfi z gələndə 0. 360 üstə 36. Bunun üstə də 48 gələndə neçə eləyir uşaqlar? 444. 444. Hər tərəfi də 3-ə bölsəz 148. deməli 148. Bəli. Uşaqlar başa düşdük bu sualı. Hə. Səyərəm Hasan, uşaqlar başa düşdünüz? Bəli. Mira, Bəli. Silməyin bir dənə yazın bunu. tamam. Mələk başa düşdün qızım? Tamamdır. Hadi bakalım yazın. Qaçaqlar gözləyirəm sizi. Deməli, Zərrin və Aylin sizi indi qrupa salacağım, uşaqların qrupuna. Zərrin. Bu qrupla daimi qoşulun əlavə. Yazdım. Aylin başa düşürsünüz də probleminiz yoxdur ki qızım. Xeyr, mən başa düşürəm. Yox, mən. Hələ ki dərsləri sıfırdan keçəndə daha yaxşı olacaq. Çünki bu dərsi biz keçmişik, indi misallara baxırıq. Amma ki bu qaydaların hər biri danışılır dərsdə. Bu baxımdan ki, qəşəng öyrənəcəksiniz. Bunu indi silirəm. Getdik. Son 3 dənə sualınız qaldı deyəsən. Hə, vəsiyo. 3 dənə sualınız qaldı. Gəlin buradan 113-ü izah eləyim. 114-ü özünüz yazın. Uşaqlar, AMB buradır. PMN isə buradır. Bunlar qarşılıqlı bucaqdırsa, nədir bilə? Bərabərdir. Bəli. Onda deməli siz bunları bərabərləşdirməlisiniz. Çünki qarşılıqlı bucaqlardır. Qarşılıqlı bucaqlar bir-birinə bərabər. Uşaqlar, indi 3-də 1 x-i soldan sağa keçirsəm, 2-də 1 x-dan çıxılacaq. 3-də 1 x bərabərdir. Onu da bu üzə keçirsəm 30-dan çıxılacaq 10. 20. Bəli. 2-də 1-dən 3-də 1 çıxanda orta məxrəcə gətirərsiniz. 3-ə vurun, 2-yə vurun. Bu eləyir 6-da 1x bərabərdir 20-yə. O da 120. 6-da 1-ə bölsəz bölmə vurmaya çevrilir, kəsir tərsə çevrilir. Bu da olur 120. X-imiz 120-dir. Yazın dəftərinizə silirəm ha, x-i tapmışıq ha. İndi aparıb yerinə qoyuruq. Tez yazın. 3'də 1 vurulsun 120. 120-ni 3-də 1-ə vuranda 40, 40 üstə də 30 gələndə 70. Deməli bunlar 70-dir. Sizdən BM-ni soruşur, qonşusun. Yəni qonşuda 110 olur. O deyilir 110. Aşağıdakı da müəllim. Tamam. 70. Sileyim bunu bir dənə. Sileyim. Bəli. Bir dəqiqə mən. Tamam. Bitmədi misal. O birini də yazaq. Hə, bir dənə hələ bitmədi Nur Hanım. Bir dənə yerinə qoyum yazım. O hissəni də yazın, sonra o birini həlsiz yazın.
Oldu mu? Tamam, sildim. Hasan sildim ha. Yaxşı. Yazmışdın yoxsa yox? Yazırdım müəllim. Hə, yaz onu, yaz Hasan. Tələsmirik ki. Yaz. Gözləyirəm. Aha. Tamam. Şola biz x-i 120 tapmışıq Esmira. Gətirib yerinə qoysaq, fərq yoxdur hansındasa. Elə bil 3də 1-i vurursan 120-yə, üstə gəlirsən 30-u. Bu da eləyir 40 üstə gəl 30, yəni 70. Deməli burada 70-dir, burada 70-dir. Amma sizdən BM-ini soruşur, qonşusun. 70-in qonşusu 110 olur. Yaxşı uşaqlar. İndi yazın Bəli. 114 nömrəli sualı özünüz. Gülay, hadi qızım. Yazın 114 Ya. nömrəli sualı. Yazın, gəlirəm. Aha, uşaqlar. Deyin görüm 114-də nədir cavab? 150. 150. 150. 150. Hər kəs 150 tapdı. Bəli. Bəli. Tamam. Kimsə dedi xeyr elə bil. Nə, Zərrin sən xeyr dedin? Müəllimə mən yazırdım ya. Tamam, yaz. 50 yarda qaldı. Uşaqlar, bunlar qarşılıqlı bucaqdırsa, Hasan, bir-birinə bərabərdir, elə deyilmi ağıllım? Yəni 4də 1 x üstə gəl 5, bərabərdir 5də 1 x üstə gəl 10-a. İndi Zərrin, Hasan, bunu soldan sağa keçirdəndə çıxılır. Yəni 4də 1 x-dan çıxırsan 5də 1 x-i bərabərdir. 5-i də bu üzə keçirdəndə çıxılır. Yəni 10 çıx 5. İndi 4də 1-dən 5də 1 çıxanda orta məxrəcə gətirirsən. Bunu 5-ə vurursan, sürəti də vurursan. Bunu 4-ə vurursan, sürəti də vurursan. Olur 20-də 5 çıx 4, yəni 1. 20-də 1x bərabərdir 10 çıx 5, yəni 5-ə. İndi buradan x-i tapmaq üçün hər tərəfi buna bölürsünüz. Bölmənin X qaydası vurmaya çevirmək, kəsir tərsə çevrilir. Buradan x-i 100 tapırsınız. Bildik? Zərrin. Bəli, mən başa düşdüm. Gətirib indi burada yerinə yazsaz x-in qiymətini. 100-ü 5-də 1-ə vuranda 100 ilə 5 ixtisar gedir. Qalır, deməli 20, 20. üstə də 10 gələndə 30. Deməli 2 bucaq 30-dursa, yanındakı kör də 150-dir, bəli. Başa düşdük? Bəli. Bunu silirəm. Bəli. Bunu silirəm. Gəlin son 2 sualımız var, ona da baxaq. Qoçaqlar, 105 nömrəli sual. 105 nömrəli sualda söhbət AOB bucağından gedir. AOB bucağı. Deyir ki, OC bir dənə şuadır. Şuadır. Sizə deyir ki, AOC-nin BOC nisbəti 3-ün 4-dədir. Yəni bura 3x-dir, bura 4x-dir. BOC-ni bizə 22 verib. Uşaqlar, BOC bura deyil. BOC. Yəni 4x-in qiyməti 22-yə bərabərdir. Onda mən 4x-in qiymətini 22-yə bərabər götürsəm, Hasan, x-i 5,5 tapıram. Gətirib yerinə qoysam, 3x-i də 5,5-ə vuranda 16,5 tapırıq. Elə deyilmi? Bizdən AOB-ni soruşur. Bəli. AOB isə bütövdür. Yəni 22-nin üstünə 16,5-i gəlirsən. Bu da 38,5 eləyir. Başa düşdük? Çatdınızə? Bəli. Bəli. Tez yazın bunu. Müəllim, bir də izahləyə bilərsiniz? Mən başa düşmədim. Qaçırtdım, internet getdi. Qızım, bax sənə nisbət şəklində verib 3-ün 4-ə. Yəni biri 3x-dir, biri də 4x-dir. Sənə BOC-nin 22 olduğunu veribdir. Yəni 4x bərabərdirsə 22, x-i 5,5 tapırsan. Səndən bütöv AOB-ni soruşur. Bütöv 7x deyil, Nərgiz. Bütöv 7x deyil. Bəli. 7-ni vur 5,5-ə, cavab edir 38,5. Anladın? Başa düşdüm. Bəli, sağ ol. Tamam, sən də sağ ol. İndi bunun eynisi 106-dadır. Yox, yoxdur. Bəxtiniz çəkdi. Neysə, deməli belə. Gəlin sonuncu sualımıza baxaq. Düşür bu. Bu düşür. Bundan ehtiyatlı olun. Açıq suallar. Mən təkcə sizin 9-un imtahanından narahat deyiləm ha. 9-un imtahanı sizin üçün uşaq oyuncağı olacaq. Siz əsasən 11 üçün yetişirsiniz. Səyyarəciyim. Səyyarə deyil, mən 8-ci sinifəm. Nə oldu? Bu ilki 9-cu sinif mənim asan idi.
Bəli, bəli. İnşallah ki, asandır deyəndə bilən zamanda asandır sizin üçün. Bilməyən üçün Məndə də asandır. bəli, bilən uşaq üçün hər şey asan olacaq. Ben bu yıl verdim müəllim. Riyaziyyatdan 79 yazdım. Kənan, sən 10-cu sinifsən? Bəli müəllim. Bu mən sən niyə 9 bilirəm? Ta bilmirəm Hə, orası. yadıma düşdü. Yo, qarışdırmışam mən uşaqları. Əla. Deməli belə, bu ilki asan idi. Kubun tilini soruşurdu. Neçə dənə til? Hə müəllim, çox uşaq onu səhv yazmışdı. Nə deyirsən? Deməli belə. Uşaqlar, qarşılıqlı bucaqlarda alfa və beta. Qarşılıqlı bucaqlar nə olur? Bir-birinə bərabər olur. Bəli. Bərabər. X deyək. İndi sizə deyir alfanı 10% azalt. Mənim alfam x deyil. Bu x-i 10% azaltsam 90% qalır. Yəni 0.9x qalır. Deyir betanı da 60% artır. Beta x deyil. X-i 60% artırsam 160% olur. Bu da ədədə çevirəndə 1.6x eləyir. Deyir ki, bu hadisədən sonra alınan bucaqlar qonşu bucaqlar oldu. Onda uşaqlar qonşuların cəmi neçə dərəcə olur? 180. Bəli. 180. Bunların cəmi 180-də bərabər götürülür, hə? Bəli, bu olur 2.5x bərabərdir 180-ə. Buradan da x-i tapmaq üçün hər tərəfi 2.5-ə bölürsən. 180-i 2.5-ə böləndə hər tərəfi 10-a vur, vergüldən azad ol. 25-də 1800. 1800-ü də 25-ə böləndə neçə eləyir görəsən? 80 eləyir elə bil. Deyirsən 80 eləyir. Onda alfa da 80-dir, beta da 80-dir. Bizdən də alfa ilə betanın cəmini soruşur. 80-80 toplam 160. Yox, müəllim 80 eləmir. Neçə eləyir böləndə? Bir də nə hesablayın? 72. Hə, 72 vəsiyo o zaman. Onda alfa da 72-dir, beta da 72-dir. Cəmini soruşur 144. Anladınız mı uşaqlar? Başa düşdünüz mü? Gülay başa düşdü bizim. Nəsə başa düşmədisə soruşun. Başa düşdüm mən. Şaşırdım. İndi sınavınızda bu sualları salanda mən də başa düşəcəm ki, siz həqiqətən başa düşmüsünüz. Mən sınav nə soracağam? Sonra. Bu dəfəki sınaq hədiyyəli sınaq olmayacaq, amma cəzalı sınaq olacaq bu dəfəki. Yəni qalib 500 olana Mənim diplom verəcəksiniz. bəli. Bəli. Bilən Nə verək müəllim? Sertifikatla qiymətləndiririk uşaqlar. Müəllim, Bəli. neçə sual olur? 30 sual, bəzən 25 sual belə. Deməli belə. Bəzən hədiyyəli olur, bəzən cəzalı. Mən düz sayısına görə, yoxsa bal sayısına görə şey deyirsiniz? Düz sayısına görə. Hı. Uşaqlar, ev tapşırığı 3 bucaqları verirəm, çünki əksəriyyətiniz məlumatdadır, çoxunuza da özüm keçmişəm. Onu 40 yazacağım.